100 mindən çox əhalisi olan Ağcabədi rayonunun yolları bərbad vəziyyətdədir. Şəhər daxili yolların bu vəziyyətdə olması sakinlərin gündəlik gediş-gəlişini çətinləşdirir. Valla yəni bu yolların əlindən bezmişik. Maşınımızın bir dəfə təkəri partlayır, bir dəfə nə bilim bəzi yerləri xarab olur. Dükana gedə bilmirik, gələ bilmirik. Yağış yağanda lap başımıza oyun gəlir. Çala, çökək, qazandığımızda qoyuruq maşına. Valla yollar pis gündədir, özünüz görürsünüz nə gündədir. Valla 500 manat çörək pulu qazanırıq, o da hamısı gedir maşın qırığına. Yəni xahiş edib vaxtda bir tədbir görünsün. Təkər dəyişməkdən, nə bilim, xadoboyun dəyişməkdən ta bezmiş. Bura mərkəzi xəstəxananın yoludur. Bərbad haldadır da, yəni ən azından yamansa, yəni imkan varsa yenidən çəkilsə lap gözəl olar. Bura yəni şəhərin hansısa qıraq yeri və yaxud da kəndi deyil. Rayonun mərkəzidir, mərkəzi xəstəxanasına da gedən yolumuzdur. Vətəndaşları narahat edən məsələ ilə bağlı Ağcabədi rayon icra hakimiyyətinə müraciət elədik. Bu çalaların əsasən yaranma səbəbləri şəhərdə su xəttlərində baş vermiş qəza ilə bağlı, yəni içməli su xəttlərində baş vermiş qəza ilə bağlıdır. İl ərzində orta hesabla küçələrdə, Ağcabədi şəhərinin küçələrində deməli 238, 320, 350 kvadrat metr belə su qəzası nəticəsində asfalt örtüyü dağılır. Və biz bunları bilirsiniz, bu Azər suyu ilə yaranmış bağlı problemlərdir ki, onların müəyyən qurumlarla müqaviləsi var ki, həmin asfalt qazılarkən dağlıqdan onu təmir etdikdən sonra həmin su xəttlərini, onlar həmin asfaltı təmir eləməlidir. Və bunları da biz həmin onların yerli idarələrin iştirakı ilə birlikdə aktlar tərtib edirik və onların iştirakı ilə birlikdə bunu yazıb onlar göndərirlər baş idarələrinə. Və baş idarələrindən də hələ də bu məsələyə müsbət cavab gəlməyib. Demək olar ki, 2 il ərzində biz qazılmış çalaların hələ təmirinə onlar tərəfindən heç bir vəsait ayrılmayıb. Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə su borusu yenisi ilə əvəz edilib. Asfalt qatı ilkin formada bərpa olunub. Əsaslı təmir bərpa işləri də həyata keçiriləcək.